Gəlin. Keçin əyləşin, zəhmət olmasın. Buyurun, eşidirəm sizi. Müəllimə, oğlum Fəridi Baxçıya gətirmişəm. Götürə bilərsinizmi? Bəli, götürə bilərəm. Salam oğlum, xoş gəlmisən. Gəl tanışalım. Mənim adım Nurayna müəllimədir. Bəs sənin adın nədir? Fərid. Oğlum, bilirsən hara gəlmisən? Bura haradır? Baxça. Ay, sağ ol, doğru bildin. Bura uşaq bağçasıdır. Bağçamızda sənin çoxlu dostların olacaq. Sən burada yeni şeylər öyrənəcəksən. Bağçamızın geniş oyun otaqları, həyəti var. Sən orada dostlarla birlikdə çoxlu oyuncaqlarla oynayacaqsan. Məşğələ otaqlarında şəkillərə, hərflərlə, rəqəmlərlə tanış olacaqsan. Bayrağımızı tanıyırsan? Bayrağımız neçə rənglidir? 3. Hansı rənglər var oğlum? Çörək, qırmızı, yaşıl. Qırmızı rəngin üzərində nə var oğlum? Ayna, ulduz. Ay, sağ ol. Fərid, oğlum şeir bilirsən? Ben. Hansı şeiri bilirsən? Mənə söyləyərsən oğlum. Söylə görüm. Bugün sabahın kendine ucalacak bayrağımız yadalları kalmayacak birisi karıştı. Sağ ol oğlum, nə gözəl. Kim öyrədib bunu sənə? Anam. Fərid xanım, oğlunuzun qabiliyyəti var. Bağçamızda qalmağını istəyərdik. Mən də Nurayna müəllimə inanıram ki, oğlum Fərid bunların öhdəsindən daha da yaxşı gələcək. Bu niyyətlə də elə oğlum Fəridi sizə etibar edirəm. Əgər etibar edirsinizsə, siz buyurub gedə bilərsiniz. Biz Fəridlə tək-təkə söhbət edirik. Çox sağ olun Nurayna müəllimə. Siz də sağ olun. Bilirsən, əlifbamızda neçə hərf var? Yok bilmiyorum. Əlifbamızda 32 hərf var. Bunu indi mən sənə deyirəm, amma müəllimlərimiz onları sənə bir-bir öyrədəcəklər. Birinci Respublikamızda haqqında olan məlumatlar verək sizə, ondan sonra keçək o dərslərimizə. Dedik, Azərbaycan Respublikasının dövlət rəmzləri hansıdır? Bayrağımızın neçə rəngi var? Hansılardır? Çörək, qırmızı rəng, yaşıl rəng. Ayrı nə var bizim bayrağımızın üstündə? Ayna ulduz. Ulduzun neçə köşəsi var aşağı? 8 köşəsi var. Niyə 8-dir bə? Xanlı olur. Ay sağ ol. Göy rəng nəyə bildirir? Türkçülüyümüzü, qırmızı müasirliyimizi, yaşıl İslamçılığımızı bildirir. Sönmez ocak satıp o darcıda yurdumuzun çömeğine satıp o yurdumuzu sevip o elimizi sevip o şekerden baldan şirin dilimizi sevip o doğma Azerbaycan'ı Kürdistan'a döndürüp hamımızın kalbinde heykel var önderip. Fərid oğlum, rəqs eləməyə xoşlayırsan? Bəli. Ay sağ ol.
Xoşlayırsansa, bizim rəqs etməyi bacaran balacalarımız var. Burada rəqs dərsləri keçirir. Sən də onun içərisinə qatarıq. Oğlum, bəs idmanı sevirsən? Bəli, İdman yarışlarında qalib olmaq istəyirsənmi? bəli. Bax oğlum, hələ nəinki idmanı, yaxşı səsin olsa, mahnı oxumağı da öyrədərik sənə. Səsimizə hər gün, yuxusuna doyansın.
yorulmamısan ki? Yox. Onda gəl, biraz da söhbət edək. Bəs oyun oynamaqla aran necədir? Qaçon tutma, gizlənqaç demirəm ha. Şahmat deyirəm. Şahmat oynamağı sevirsənmi? Bağçamızda şahmat da öyrədirlər. Fərid, televizorla aran necədir? Heç kinolarımıza baxırsanmı? Yox. Çizgi filmə baxıram. Bəs aktyor olmaq istəyirsən? Bəli. Bax, bacarsan, sən də hazırladığımız tamaşalarda iştirak eləyə bilərsən. Kimsən qızım sən? Bir dəfə bax görürsən, Slavyan gözəlsən. Sözlərin yadındadır mı? Hə. Söylə görüm. Hər kəs işində bölgəsində əgər işinin sızalı pozular gedər. Uşaqlar gəlin. Keçirik səndən bizə. Doğru danışmaq, əlsiz ayaqsıza şəfa verir bax. Doğru danışarsan, doğru görərsən, dönmə bu halına mənimlə desən. Sarı bir örtüyün dalından axşam, yaxşı işıq verər yaxlanda şam. Sarıdır şənliyin mayasıdır zər, sarı gel ən baha qiymətə gedər. Fərid, günorta saat neçədə yatırsan? Yatmıram. Yox, yatmalısan ki, yorulmayasan. Bizdə uşaqlar saat 1 olan kimi yeməklərini yeyib yatırlar.
qədər söhbət etdiyimiz bəsdir. İndi gəl gedək sənin müəllimlərinə, dostlarınla tanış edin. Sən mutlu olmasan. Salam Nazlı müəllimə. Bu bizim tarix balamızdır. Bağçamıza təzə gəldiniz. Buyurun qarşılayın. Çox yaxşı. Fərid, sən bizim bağçamıza xoş gəlibsən. Keçərlər sən də uşaqların yanında. Ay sağ ol. Fərid, bu müəllimən, bu da dostlarım. Sən uğurlar. Hə uşaqlar, gəlin biz məşğələmizi davam eləyək. Fərid, sən də uşaq dostlarınla bərabər qulaq as bugünkü məşğələmizə.